O gün gecə saat 12-də qapı döyülür. Açıb görürəm ki, polis durub. Soruşuram ki, nə olub, nə məsələdir? Biz Çində yaşayırıq, Guangzhou şəhərində. Bilməyənlər üçün deyim. Videonu göstərir mənə ki, orada mənim oğlum 8 yaşı var. Dostu ilə keçəndə dükanın yanından görüblər ki, belə səbətdə daşlar var. Daşı götürüblər, adama bir dənəsini götürüb aparıblar. Daş falan filan. Nəysə, burada vurğulamaq istədiyim iki məsələ var. Birincisi, polisin axşam, gecə vaxtı bizə gəlib narahat etməsi və bu narahatçılığı necə etməsi. Yəni sanki günahkar kimi özlərini hiss edirdilər, çox hörmətlə yanaşırdılar. Yəni bu mənim çox diqqətimi çəkdi və çox da xoşuma gəlir bu davranış. İkinci məsələ isə dükan sahibləri bu şikayəti nədən etməsi. Yəni kameralardan gördünüz ki, bunlar uşaqdır. Bunun niyə şikayətini edirsiniz ki? Öz ağlımda fikirləşdim. Sonra düşündüm ki, dəstəklədim. Həqiqətən doğru elədilər ki, şikayət etdilər. Çünki onların axşam bizə gəlməsi, ümumiyyətlə polisin gəlib türklər demişkən uyarması, yəni bu uşağın düşüncə tərzinə də təsir elədi. Bundan sonra artıq düşünür ki, hə mən belə bir şey bir də etsəm, polis gələcək. Yəni bəlkə başqa yerdə deyərlər, uşaqdır, fikir vermə, şikayət varsa baxılmalıdır. Və mən dəstəkləyirəm, yaxşı yanaşmayıq. Məncə hər yerdə belə olmalıdır ki, böyüyən uşaqlar başa düşsün ki, belə eləmək olmaz. Bax belə görüşərik. Özünüzə yaxşı baxın. Bay bay.